Əziz tamaşaçılar, xüsusən də balaca izləyicilərimiz, bugün sizə ən yeni nəşrlərimizdən olan Yanmış Kitabxana kitabını təqdim edirəm. Rebecca Stead və Wendy Messin birgə qələmə aldıqları bu kitab öz həqiqətinə inanmaq, yaşamaq istədiyini həyatı seçmək və faydalı kitabın insan həyatına təsiri haqqında çox maraqlı bir əsərdir. Bir gecə Martinville adlı kiçik şəhərdə sirli bir kitabxana peyda olur. İri, kürən bir pişik açıq səma altındakı bu kitabxananın keşiyini çəkir. 11 yaşlı Evan buradan 2 köhnə kitabı oxumaq üçün götürəndə həyatının tamamilə dəyişəcəyini heç ağlına da gətirmir. Evan və ən yaxın dostu Rafe bu köhnə kitablardan birinin keçmişdə baş vermiş, böyüklərin haqqında danışmaq istəmədiyi, xoşagəlməz bir hadisə ilə bağlı olduğunu öyrənirlər. Onların cavabını axtardığı suallar bütün şəhərin gələcəyini dəyişdirə bilər. Əziz tamaşaçılar, sosial medianın, texnologiyanın, reklamların hər yerdə informasiya yağışına tutduğu uşaqları yalnız və yalnız təhsil və kitabla qorumaq olar. Və unutmayaq ki, uşaqlar nə qədər tez oxumağa başlasalar, bu bir o qədər də onlar üçün çox faydalı olacaq. Hər birinizi bu sirli əsəri əldə edib oxumağa dəvət edirəm və oxutdurmağa dəvət edirəm. Sağlıqla qalın, kitabla qalın.